Hər bir nəfs bu dünyada ölümü dadacaq. Ölümdən qorxsa da, qorxmasa da, doğrunu danışsa da, yalanı danışsa da və hər bir kəs dediklərinə, etdiklərinə görə Allah qarşısında cavab verəcək. Bugün məzlumun yanında olan bilsin ki, qiyamət günündə məzlumun yanında həşr olunacaq. Bugün zalimin yanında olan da bilsin ki, zalimin yanında onunla bir yerdə həşr olacaq. Çünki kişi sevdiyinin yanındadır. Allah Təbaraka və Teala Quran ayələrində bizə belə söyləməkdədir, şahidliklə bağlı. Ən-Nisa surəsində 135-ci ayədə Allah Təbaraka və Teala bizə belə deyir. Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın, Allah şahidi olun. Əleyhinə şahidlik edəcəyiniz istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin. Əgər dilinizi əyib büzsəniz və ya doğru şahidlik verməkdən, yaxud ümumən şahidlikdən boyun qaçırsanız, bilin ki, Allah etdiyinizdən, işlərdən xəbərdardır. Əl-Maidə surəsində isə şahidliklə bağlı Allah Təbaraka və Teala bizə deyir. Ey iman gətirənlər! Allah qarşısında sabit qədəm və ədalətli şahidlərdən olun. Hər hansı bir cəmaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, bu təqvaya daha yaxındır. Allahdan qorxun, Allah etdiklərinizdən xəbərdardır. Bu, Allah Təbaraka və Teala'nın bizə nəsihətləri və tapşırıqlarıdır Qurandan. Bəs biz bugün nə dərəcədə ədalətliyik? Bugün Qəzzada 19 min uşaq günahsız qətlə yetirilir. Əvəzində deyirik ki, filan dövlət bizə silah verib. O filan dövlət bizə silahı pulsuz verməyib. Biz zəhmətkeşlərin, insanların ödədiyi vergidən, dövlətimizin pulundan o silahları alıb torpaqlarımızı azad etmişik yad elli işğalçılardan 44 günlük müharibədə. Biz müharibəni də kişi kimi aparmışıq. Biz müharibəni qadınlarla, uşaqlarla aparmamışıq. Bizim apardığımız haqq müharibədə bir uşağın da burnu qanamayıb. Əvəzində bizə Xocalı soyqırımını yaşadıblar. Xocalı soyqırımını yaşayan bir insan, bir vətəndaş bugün 19 min uşağın Qəzzada qətlə yetirilməsinə heç nə ilə bəraət qazandıra bilməz. Əgər həqiqətən də bu məsələdə ədalətli davranırsa, Allahın da dediyi kimi ədalətli şahiddirsə. Və buna əks arqument olaraq deyənlər ki, Fələstin Ermənistanı dəstəkləyib və s. ilaxır, onlara sual vermək istəyirəm. O 19 min qətlə yetirilən uşaq hansı biri Ermənistanı dəstəkləyib? Siz Fələstin administrasiyası ilə Qəzzanı bir-birindən ayıra bilməyən bir müstəvidədirsinizsə və bunu bir-birindən ayıra bilmirsinizsə, niyə bu məsələlərdən danışırsınız? Və bilməlisiniz ki, Fələstin administrasiyasının Qəzza ilə heç bir bağlılığı yoxdur. Əgər əksi olsaydı, bugün həmən administrasiya və həmən rəhbərlik bugün Qəzzanı müdafiə eləyərdi sözlə. Ona görə də belə məsələlərdə ədalətli olmaq ən vacib prinsiplərdən biridir. Milliyyətindən, irqindən, dinindən, digər mənsubiyyətindən asılı olmayaraq bugün vicdanlı, ədalətli insanlar Qəzzada baş verən bu soyqırıma soyqırım deyir. Və bunu qınayır, bunu pisləyir, bunu bəşəriyyətə zidd addım hesab edir. Amma biz burada özümüzü İslama nisbət etdiyimiz halda hansısa başqa arqumentlər axtardıq. Özümüzə müsəlman deyib, haqq ədalətdən uzaq oluruq. Bilin ki, Allah dediklərimizdən də, etdiklərimizdən də xəbərdardır. Yenə də deyirəm, haqqı desəz də, deməsəz də, ədalətli olsaz da, olmasaz da, özümə də deyirəm, onsuz da öləcəyik. Amma Allah qarşısında cavabımız nə olacaq, onu düşünək. Və bugün regionda baş verənlər bilin ki, bizim üçün də böyük bir təhlükədir. Bir regionda müharibə, konflikt varsa, o ətrafda yaşayan bütün insanlar, bütün dövlətlər üçün təhlükəlidir. Və biz dua edirik ki, bu münaqişə tezliklə öz həllini tapsın. O ki, qaldı bu məsələdə də ədalətli davranmağa nə İrançıyam, nə Turançı, nə də İsrail sevər. Sadəcə öz şəxsi baxışımla bu məsələyə cavab verin. Əgər nüvə silahı həqiqətən də pis bir şeydirsə, bəşəriyyət üçün təhlükədirsə, o nüvə silahına sahib olan bütün ölkələr onda o nüvə silahlarını özlərindən rədd etsinlər, uzaqlaşdırsınlar, məhv etsinlər.
Çünki bu bütövlükdə bəşəriyyətə təhlükədir. Yox, əgər səndə varsa başqasında olmasın deyirsənsə, bu ədalətsiz bir mövqedir. Və əgər bir dövlət, digər bir dövlətin sivil vətəndaşlarını, Təbrizdə onların içərisində bizim vəfat edən vətəndaşlarımız da var, sivil, sıravi insanlar və digər dövlət vəzifəlilərini müharibə elan etmədən, heç bir sərhədi olmadan, başqa dövlətlərin hava xəttindən sonra gedib qətlə yetirirsə, bu artıq onun suveren hüquqlarının pozulmasıdır. Çünki müharibəni elan etdikdən sonra edirlər. Yəni bu dünyanın qəbul etdiyi prinsip və normalardır. Hələ o ölkə BMT-nin üzvüdürsə, onun ərazi hüdudları tanınırsa və s. ilə axır hüquq məsələləri var, hüquq müstəvisində olan çox şeylər var bunun içərisində. Və xahiş edirəm, kimsə mövqe bildirəndə sosial şəbəkədə yazmasın ki, Azərbaycan İsraili dəstəkləyir, Azərbaycan İranı dəstəkləyir. Yazsın ki, mən filankəs bu məsələdə filankəsin yanındayam, filankəsi dəstəkləyirəm. Mənim adımdan, digərlərinin adından danışmayın. Şəxsən mən Quran ayəsində də deyildiyi kimi haqq ədalətin yanındayam, məzlumun yanındayam, zalimin yanında deyiləm. Fərqi yoxdur bu məzlum kimdir, fərqi yoxdur bu zalim kimdir. Bu mənim mövqemdir. Danışanda öz adınızdan danışın.